Salam uşaqlar. Bugün sizə qədim Roma dövləti haqqında qısa danışmaq istəyirəm. Qədim Roma dövləti Aralıq dənizi sahilində Apennin yarımadasında yaranmışdı. Burada qədim Roma tayfaları olan Etrusklar, Latın tayfaları yaşayırdılar və qədim Romanın tarixi 3 yerə bölünür: padşahlıq, respublika və imperiya. Demək, əvvəlki səhifəyə gedək. Deməli, padşahlıq dövrü eramızdan əvvəl 753-cü ildən eramızdan əvvəl 509-cu ilə qədər olan dövrü əhatə etmişdir. Dediyim kimi, Apennin yarımadasında yaranmışdır. Eramızdan əvvəl 1-ci minilliyin demək, 1-ci minillikdə Apennin yarımadasında Etrusk tayfaları yaşamışdır. Padşahlıq dövründə Romanı təbii ki də padşah idarə edirdi. Və padşahın yanında onun köməkçisi olan senat dururdu. Senata Ağsaqqallar Şurası da deyirdilər. Bundan başqa Roma əhalisi patrisilərdən və plebeylərdən ibarət idi. Patrisilər Romanın yerli sakinləridir. Pater ata sözündən götürülmüşdür sözün mənası və onların bütün hüquqları var idi. Plebeylər isə Romaya başqa yerlərdən gələnlər idi. Plebeylərin hüquqları yox idi və onlar orduda xidmət edirdilər. Zaman keçdikcə plebeylər artıq orduda xidmət etmək istəmədilər və onlar da patrisilər kimi hüquq tələb etdilər. Eramızdan əvvəl 509-cu ildə padşahlıq Romada devrildi. Üsyan baş verdi son padşaha qarşı və padşahlıq devrildi. Beləliklə Romada respublika quruluşu yarandı. Respublika quruluşu dediyim kimi eramızdan əvvəl 509-cu ildən eramızdan əvvəl 30-cu və yaxud köhnə kitablara əsasən desək 27-ci ilə qədər davam etmişdir. Yəni ya 30 ya 27 fərq etmir. İkisini də götürsəz testlərdə düzgün çıxacaq. Çünki o aralıqda bir hadisə yoxdur ki, testlər yanlış olsun. Deməli, eramızdan əvvəl 30-cu ilə qədər davam etmişdir. Respublika dövründə Romanı 2 konsul 1 il müddətinə və senat, Ağsaqqallar Şurası idarə edirdi. Artıq bu dövrdə senatın mövqeyi qalxmışdı və senat müharibə, sülh, maliyyə və məhkəmə işlərinə baxmağa başlamışdı. Konsullar isə 1 il müddətinə seçilirdi və xalq yığıncağı tərəfindən seçilirdi və müharibə zamanı isə ordunun başçısı olurdu. Eramızdan əvvəl 6-cı əsrin sonu və yaxud köhnə kitablara əsasən desək, eramızdan əvvəl 509-cu ildə patrisi və plebey müharibəsi başladı. Bu müharibəyə vətəndaşlıq uğrunda müharibə də demək olar. Belə ki, müharibə zamanı plebeylər də patrisilər kimi hüquq tələb etdilər. Əks halda onlar qoşunda xidmət etməyəcəklərini bildirmişdilər. Müharibə fasilələrlə 300 ilə qədər davam etmişdi və 200 ildən çox davam etmişdi və eramızdan əvvəl 3-cü əsrdə plebeylər də patrisilər kimi tam hüquqlu vətəndaş olmuşdular. Bundan başqa Romada bütün vətəndaşların istənilən vəzifəyə seçilmək hüququ var idi. Lakin bunun üçün onlara haqq verilmirdi. Buna görə də yoxsul vətəndaşlar yəni vəzifəyə seçilməkdə maraqlı deyildilər. Keçək digər hissəyə. Deməli, burada ordudan danışır. Romada orduya legion deyilirdi və müharibə zamanı legionlar, xüsusi silahlanmış legionlar döyüşlərdə iştirak edirdilər. Bir də eramızdan əvvəl 5-ci əsrdə Romada 12 lövhə qanunları adlı qanunlar toplusu meydana gəldi. Qanunlar toplusunu sadə formada belə izah edə bilərik ki, cinayət təsdiq olunmadan və həmin cinayətin şahidi olmadan hər hansı bir şəxs cinayətkar hesab edilə bilməzdi. Müasir hüquq da qədim Roma hüququ əsasında təşkil olunmuşdur. Bundan başqa işğallardan danışaq. Eramızdan əvvəl 3-cü əsrdə Roma bütün İtaliyanı ələ keçirdi. Daha sonra isə eramızdan əvvəl 264-cü ildən 146-cı eramızdan əvvəl 146-cı ilə qədər Romada Pun müharibələri baş verdi. Pun müharibələri
Karfagenlə olmuşdur. Karfagen isə Romanın demək, daha doğrusu Finikiyanın Afrikanın şimalında yerləşən koloniyası idi. Karfagenin ərazisini xəritədə baxaq, direkt göstərmək olsa. Karfagenin ərazisi xəritədə qədim Romanın ərazisi ilə üzbəüz yerləşir. Qədim Romanın ərazisi ilə üzbəüz, baxın, Karfagen burada yerləşir. Deməli, Karfagenlə müharibə başladı və həmin müharibə nəticəsi başlayan zaman Romalılar Siciliya, Sardiniya və Korsikanı ələ keçirmək istəyirdilər. Siciliya, Sardiniya, Korsika adaları isə bunlardır. Yaşıl rənglə verilmiş Aralıq dənizinin içərisində yerləşən adalardır. Siciliya, Sardiniya və Korsika adalarını Roma ələ keçirmək istəyirdi. Lakin müharibənin sonunda nəinki bu üç adanı, eyni zamanda Karfagenin özünü də Roma ələ keçirdi və Karfagen bir dövlət kimi, koloniya kimi məhv oldu və Romanın əyalətlərindən birinə çevrildi. Eramızdan əvvəl 146-cı ildə nəinki Karfagen, Siciliya, Sardiniya, Korsika, eyni zamanda Yunanistan, Makedoniyada Romanın əlinə keçdi. Roma həmin əraziləri də ələ keçirdi. Eramızdan əvvəl 30-cu ildə və eramızdan əvvəl 1-ci əsrdə Roma Misiri və Suriyanı ələ keçirdi. Eramızdan əvvəl 30-cu ildə Misir Romanın əyalətinə çevrildi. Eramızdan əvvəl 1-ci əsrdə isə Suriya Romanın əyalətinə çevrildi. Və beləliklə Roma ərazisi xeyli genişlənərək böyük bir imperiyaya çevrildi. Qədim Romada qulların vəziyyəti çox ağır idi. Onlara danışan əmək alətləri deyirdilər. İşğallar nəticəsində qulların sayı o qədər artmışdı ki, artıq Romalılar qullardan əyləncə kimi istifadə edirdilər və buna qladiator döyüşləri deyilirdi. Qladiator gladius sözündən götürülmüşdür və qılınc deməkdir. Onlar arenada döyüşürdülər və qladiatorun taleyi tamaşaçılardan asılı olurdu. Əgər ki, tamaşaçılar baş barmaqlarını yuxarı qaldırardılarsa, qladiator sağ qalırdı. Əgər aşağı edərdilərsə, qladiator ölürdü. Artıq dediyim kimi, müharibələr nəticəsində ağıllı insanlar, alimlər, müəllimlər, həkimlər də qul olurdu və onlar öz hüquqlarını yaxşı bilirdilər. İnsanların təşkilatlanmaması üçün Roma imperiyası, daha doğrusu desək, Roma Respublikasının idarəçiləri əlindən gələni edirdi. Məsələn, onlar çalışırdılar ki, eyni dildə danışan qullar bir yerdə olmasınlar. Müxtəlif yerlərdə, müxtəlif dillərdə danışan qullar olsun. Amma qullar hər vasitə ilə bir-birlərinin dilini tapır, bir-birləri ilə işarələrlə də olsa danışıb, təşkilatlanıb üsyanlar hazırlayırdılar. Belə üsyanlardan biri də Spartak üsyanı olmuşdur. Spartak üsyanı eramızdan əvvəl 74-cü ildən eramızdan əvvəl 71-ci ilə qədər davam etmişdir. Üsyan Kapuya şəhərində yerləşən qladiatorların üsyanı idi və onlara Spartak başçılıq edirdi. Bir neçə döyüşdə zəif silahlanma ilə də olsa, onlar Roma qoşunlarına, Respublika qoşunlarına qalib gəlsə də, Kras və Pompeyin başçılığı ilə dəstələr Spartakın dəstələrini məğlub etdilər və beləliklə Romadan Kapuyaya doğru yolda minlərlə qulu çarmıxa çəkib öldürdülər və beləliklə üsyan yatırıldı. Daha sonra Tiberi Qrax və Qay Qrax qardaşlarından danışaq. Deməli, Patrisi plebey müharibəsi dövründə eramızdan əvvəl 5-ci əsrdən başlayaraq plebeylər özlərinə tribun seçmək hüququ qazanmışdılar. Tribun plebeylərin hüquq müdafiəçisi, sanki onların vəkili idi. Plebeyi öldürmək ən ağır cəza ilə cəzalandırılırdı. Məşhur, demək, tribunu öldürmək plebeyi yox, tribunu öldürmək ən ağır cəza ilə cəzalandırılırdı. Məşhur iki tribun qardaş var idi. Bunlardan biri Tiberi Qrax, digəri isə Qay Qrax idi. Tiberi Qrax və Qay Qrax islahat keçirmişdi və onlar demişdilər ki, 250 hektardan artıq torpağı olan Romalının
torpağının qalan hissəsi əlindən alınır və kəndlilərə paylanılacaq idi. Kəndlilərə isə bu torpağı satmaq qadağan edilmişdi. Və bu dövrdə artıq kəndlilərin çoxunun torpağı oldu. Lakin Senat Tiberi və Qay Qraxın bu islahatlarından razı qalmadı. Çünki Senat üzvlərinin çoxunun 250 hektardan çox, yəni kifayət qədər çox torpağı var idi və bu islahatlar onlara sərf etmirdi. Ona görə də onlar Tiberini döyüb öldürdülər və onu şərlədilər. Güya ki, Tiberi hakimiyyəti ələ keçirmək istəyir və onu Tiber çayına atdılar. Daha sonra isə Tiberinin işini Qay Qrax davam elətdirdi. Qay Qraxı da eyni qaydada Senat şərlədi və onu da öldürdülər və beləliklə qardaşlar öldükdən sonra artıq torpaqların satılmasına icazə verildi və kəndlilərin vəziyyəti əvvəlki kimi pisləşdi. Müharibələr nəticəsində bəzi sərkərdələr Romada o qədər güclənmişdilər ki, onlar hakimiyyəti ələ keçirmək istəyirdilər. Hər birinin çox güclü qoşunu var idi, nüfuzu çox yüksəlmişdi. Ona görə də onlar hakimiyyəti ələ keçirmək istəyirdi. Və beləliklə eramızdan əvvəl 49-cu ildən eramızdan əvvəl 30-cu ilə qədər Romada vətəndaş müharibəsi başladı. Bir var vətəndaşlıq uğrunda müharibə, bir də var ki, vətəndaş müharibəsi. Vətəndaşlıq uğrunda müharibə patrisi və plebey müharibəsidir. Eramızdan əvvəl 509-cu ildən eramızdan əvvəl 265-ci ilə qədər davam etmişdir. Bizim kitablarda hal-hazırda əsrlə yazılıbdır. Eramızdan əvvəl 6-cı əsrin sonundan eramızdan əvvəl 3-cü əsrin 264-cü yarısı olur, 2-ci yarısına qədər davam etmişdir. Hal-hazırda isə biz vətəndaş müharibəsindən danışırıq. Vətəndaş müharibəsi Kras, Pompey və Yuli Sezar arasında olmuşdu. Bütün bu müharibənin sonunda Yuli Sezar qalib gəlir. Yuli Sezar eramızdan əvvəl 46-cı ildə hakimiyyəti ələ keçirir. Özünü imperator elan etsə də, hələ hakimiyyət uğrunda mübarizə davam etdiyinə görə Roma imperiya sayılmırdı. Yuli Sezarın imperiya yaratmaq, monarxiya yaratmaq cəhdi respublikaçıların xoşuna gəlmədi. Ona görə də Sezara qarşı sui-qəsd hazırladılar və eramızdan əvvəl 44-cü ildə Sezarı 23 bıçaq zərbəsi ilə Senat üzvləri sui-qəsd edib öldürdülər. Son bıçaq zərbəsini isə onu öz dostu Brut vurdu. Beləliklə Sezar öldükdən sonra hakimiyyətə özünə varis elan etdiyi Antoni və Oktavian Avqust gəldi. Antoni və Oktavian Avqustun bir-birini görməyə gözləri yox idi. Yəni onlar bir-birlərini sevmirdilər. Sadəcə onlar respublikaçılara qarşı mübarizə üçün müvəqqəti olaraq müttəfiqlik etməyə məcbur idilər. Bir zaman keçdikdən sonra Antoni imperiyanın şərq əyalətlərinə, daha doğrusu imperiya dövrü hələ başlamayıbdı. Yəni Romanın şərq əyalətlərinə çəkildi və Misir şahzadəsi Kleopatra ilə evləndi. Oktavian Avqust qoşun toplayaraq eramızdan əvvəl 31-ci ildə Aktiburun yaxınlığında döyüşdə Antonini məğlub etdi. Məğlub olmuş Antoni və Kleopatra Oktavian Avqustun əlinə keçməmək üçün özlərini öldürdülər. Beləliklə Romada vətəndaş müharibəsi eramızdan əvvəl 30-cu ildə başa çatdı. Romada vətəndaş müharibəsinin başa çatması ilə imperiya dövrü başladı. Oktavian özünü Avqust, yəni müqəddəs adlandırdı və eramızdan əvvəl 30-cu ildə bizim eranın 395-ci ilinə qədər Romada imperiya dövrü başladı. Hələlik bu qədər. İlk dəfədir ki, dərs izahı çəkdim. Davam edəcəm.